Deyirəm ki, o əşyaları mən gəlib özüm düşürtməli idim, özüm yığmalı idim, özüm iştirakı ilə. Sən kimsən ki, sən gəlib mənim qapımı açıb girirsən içəri? Hümbətova Tahirə və ailəsi Mahal Skypark MMC-nin sökdüyü yüzlərlə evdən sadəcə birinin sakinidir. Sumqayıt şəhər Nizami küçəsində uzun illərdir məskunlaşan ailə şirkətin onlara təklif etdiyi məbləği ədalətli hesab etmir və elə bu səbəbdən evlərinin sökülməsinə razılıq verməyiblər. Məsəl üçün deyirik ki, get bu kvadratda ev al ver bizə. Biz heç nə pul istəmirik, nə bu kvadratda, bu kvartaldan ev al ver bizə. Onu da eləmədilər. Evinin sökülməsinə razı olmayan sakinlərə etiraz olaraq 2 il əvvəl Mahal MMC evin mülkiyyət hüququnun ləğvi ilə bağlı məhkəməyə üz tutub. Nəticədə Sumqayıt Şəhər Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsi şirkətin lehinə qərar çıxarıb. Bu qərarları haqsız görən Hümbətova Ali məhkəməyə yollandığını deyir. O qeyd edir ki, Ali məhkəmə hər iki qərarı ləğv edərək işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. Sumqayıt şəhər 4-cü məhəllə bina 16. Hümbətova evini 2 həftə öncə yağan yağışlardan sonra yaranan kif səbəbilə tərk etmək məcburiyyətində qalıb. Onun sözlərinə görə elə kiraya çıxdığının 2-ci həftəsi şirkət əməkdaşlarının evinə buldozer göndərdiyini eşidib və tez ora yollanıb. Evimiz məhkəmədə ola, dünənləri gəlib söküblər. İş məhkəmədədir, hələ məhkəmə dayanmayıbdır. Məhkəmə gedir. Dünənləri zəng gəldi ki, bəs evi sökürlər. Getdim, baxdım, gördüm ki, hər tərəfdən qıfıllayıblar içərdən, işlərini görürlər. Qapını döydüm ki, açın da. Getdim ora ofisə. Dedim ki, açın qapını. Mənim həcətlərim var da. Evdə əşyalarımız var. Əşyaları çıxardaq. Onlar da açmadı. Heç nə. Mən də söhbət mən çıxdıq gəldik. Gel yola aç. Gel kapılar sök ora. Sök ora. Sök ora. Vətəndaşların evlərdə etdiyi artırmaları əsas gətirən şirkət yerli televiziyalara açıqlamasında buna görə mülkiyyət sahiblərinə əlavə ödəniş edildiyini bildirsə də, təmirli. Artırma yəni faizlərini də veririk, tək kvadrat faizlərini. 250, 300. müsahibimiz bunun əksini deyir. Onun sözlərinə görə artırmalara görə heç bir ödəniş edilməyib, əksinə şirkət onları qanunsuz sayaraq sakinləri hədələyib. Toplum TV-nin Mahal MMC-dən məsələ ilə bağlı münasibət almaq cəhdləri isə nəticəsiz qalıb. Artıq bir neçə ildir ki, Sumqayıtda evi sökülən sakinlərin işlərinə baxan vəkil Ramil Süleymanov isə bu addımı elə birbaşa icra hakimiyyətinin özünü hörmətsizlik kimi dəyərləndirir. Bir zamanlar sərəncam əsasında artırmalar eləyən vətəndaşların bu günlərin tikinti şirkətləri tərəfindən hər hansı bir formada faktiki sahələrini görməzdən gəlməsi tikinti şirkətlərinin yol verilməzdir və qəbul edilməzdir. Bu da tikinti şirkətlərinin birbaşa özbaşınalığının göstəricisidir. Nəticə etibarilə burada da vətəndaş tikinti maqnatı ilə, yəni aşırı dərəcədə pulla zəngin olan bir şəxslə qarşı-qarşıya qalırlar. Vəkil əlavə edir ki, belə situasiyalarda icra hakimiyyətləri də vətəndaşın yanında olub, həmin şirkətlərdən artırmaların ödənişini də tələb etməlidirlər. Azərbaycan Konstitusiyası vətəndaşın mülkiyyət hüququnu, mülkiyyət hüququ, mənzil toxunulmazlığı hüququ və mənzil hüququ ilə açıq şəkildə qorusa da, praktikada MTK-larla mülkiyyət sahibləri arasında mübahisələr tez-tez baş verir. İşıqsız niyə qalmalıyıq? Dövlət orqanlarına səslənir. Vəkil Süleymanovun sözlərinə görə bir çox hallarda icra hakimiyyətinin sərəncamları vətəndaşların konstitusiya ilə təmin olunan hüquqlarından üstün tutulur. Yəni MTK-ların vətəndaşlarla razılaşmadığı müəyyən məqamlar var ki, həmin məqamlar sanki MTK-nın işinin yubadılması və MTK-nın digər müqavilə üzrə öhdəlik daşıdığı şəxslərin arasında qarşısında daha doğrusu öhdəliklərin yubanması anlamına gəlir. Amma bildirmək istəyirəm ki, vətəndaşın ilkin formada yaranmış olan mülkiyyət hüququ digər vətəndaşların sonradan yarana biləcək mülkiyyət hüquqlarından daha üstün qüvvəyə malikdir. Daha üstün prinsipdir deyə düşünürəm. Konstitusiya hüquqlarının pozulduğunu düşünən Hümbətovlar ailəsi Ali məhkəmənin qərarından sonra Avropa məhkəməsinə müraciət etməyi düşünür.